Prognoz TV kanalına hoş gelmişsiniz. Salam, hər vaxtınız xeyirli olsun. Sizlərə 27 fevral 2026-cı ilin bürclərini təqdim edirik. Qoç, qeyri-müəyyən bir gündür. Bütün planlaşdırılan işlərin öhdəsindən uğurla gələcəksiniz. Yığılmış ev işləri ilə məşğul olacaq və vaxtı ilə təxirə saldığınız hər şeyi bitirə biləcəksiniz. Bir çox qoç onlar üçün vacib olan insanlarla münasibətləri bərpa edəcək. Qısa səfərlər tək başına və ya dostların, ailə üzvlərinin əhatəsində yaxşı nəticə verəcəkdir. Eyni zamanda daxili ziddiyyətlərə qalib gəlməyə başlayacaqsınız. Buna görə də münaqişələr və fikir ayrılıqları istisna edilmir. Dəhşətli bir şey olmayacaq, amma yenə də həddindən artıq sərt ifadələrdən və təhqiramiz zarafatlardan qaçınmalısınız. Buğa, gününüz xoş keçsin. Sakitlik və balans istənilən problemi həll etməyə kömək edəcək. Bir çox buğalar yaşlı qohumların məsləhətlərinə qulaq assalar yaxşı olardı. Çünki bu tezliklə çox aktual olacaq. Yaxınlarınıza kömək etmək üçün işlərinizi bir müddət kənara qoymalı olacaqsınız. Lakin bu yorucu və darıxdırıcı olmayacaq. Münasibətləriniz daha isti və daha etibarlı olacaq. Qonaqları qəbul etmək üçün əlverişli vaxtdır. Ümumi iş və ya peşəkar maraqlarınız varsa xüsusilə yaxşıdır. Siz nəinki yaxşı vaxt keçirəcəksiniz, həm də original fikir mübadiləsi aparacaqsınız. Əkizlər, asan və uğurlu gündür. Heç yerə tələsməyə ehtiyac yoxdur. Planlaşdırdığınız hər şeyi etməyə vaxtınız olacaq. İntuisiyanız kəskinləşəcək və qeyri-müəyyən şəraitdə düzgün qərarlar təklif edəcək. Əksər əkizlər çox yük götürməməlidirlər. Yaxşı istirahət etmək, yaxınlarınızla ünsiyyət qurmaq və xoş şeylər etmək daha vacibdir. Günün ikinci yarısı qısa səfərlər, heç vaxt olmadığınız yerlərdə gəzintilər üçün idealdır. Yeni düşüncələrə ilham verəcək və yaradıcılıq qabiliyyətlərinizi üzə çıxarmağa kömək edəcək parlaq təəssüratlar yaşayacaqsınız. Xərçəng, sakit və əlverişli gündür. Başqaları ilə danışıqlar aparmaq, onların motivlərini başa düşmək və hər kəsə uyğun həllər təklif edəcəksiniz. Qırılan münasibətləri bərpa etmə imkanı olacaq. Bəzi xərçənglər faydalı insanlarla görüşəcəklər. Qohumlarla vacib məsələləri müzakirə etmək yaxşı nəticə verəcək. Hər şeydə fikirləriniz üst-üstə düşməsə belə, ortaq dil tapıb bir-birinizə biraz təslim olub kompromis əldə edə biləcəksiniz. Şir, olduqca uğurlu gündür. Bir çox şir bürcü öz daxilində gizli istedadlar kəşf edəcək ki, bu da onlara çətinliklərin öhdəsindən gəlmək üçün qeyri-adi yol tapmağa imkan verəcək. Çox güman ki, xoş və faydalı məlumat alacaqsınız. Gələcəklə bağlı planlar qurmaq və onları yaxınlarınızla müzakirə etmək üçün əlverişli zamandır. Qohumlarınıza və ya dostlarınıza problemlərini həll etməyə kömək etməli olacaqsınız. Çətin vəziyyətlərdə intuisiya köməyə gələcək, səhv etməyəcək və sizə düzgün çıxış yolunu deyəcək. Bununla belə, insanın öz həyat təcrübəsini də qiymətləndirməmək olmaz. Başqalarının əldən verə biləcəyi şeyləri görə biləcəksiniz. Qız, gün çox yaxşı başlayacaq. Səhərdən yüngüllük və emosional yüksəliş hissi sizi müşayiət edəcək. Qız bürclərinin əksəriyyəti ev işlərinin öhdəsindən uğurla gələcək və uzun müddətdir ki, yığılıb qalmış məsələləri həll edəcəklər. Ev işlərinə çox vaxt sərf etməyəcəksiniz, çünki ailə üzvləriniz sizə kömək etməkdən məmnun olacaqlar. Yaşlı qohumların məsləhətlərinə qulaq asın, onlar sizə faydalı fikirlər verəcəklər. Axşam səsküylü məclislərdə iştirak etmək və bayra çıxmaq üçün çox uyğun deyil. Yaxın insanların əhatəsində olmaq, ürəkdən danışmaq, dincəlmək daha yaxşıdır. Tərəzi, gününüz xoş keçsin. Uzun müddətdir gözlədiyiniz xoş xəbər alacaqsınız. Gələcəklə bağlı planlar qurmaq üçün əla vaxtdır. Demək olar ki, hamısı tez həyata keçiriləcək. Bir çox tərəzilər qohumları və ya dostları ilə vaxt keçirməkdən, işlərində onlara kömək etməkdən və uzun müddətdir hər kəsi narahat edən məsələləri müzakirə etməkdən faydalanacaqlar. Sizin üçün vacib olan əlaqələri gücləndirə və köhnə xırda narazılıqları aradan qaldıra biləcəksiniz. Yaradıcılıq qabiliyyətləriniz özünü göstərəcək. Əvvəllər heç vaxt sınamadığınız bir şeyi etməyə cəhd edə bilərsiniz. İlk uğurlarınızı tez bir zamanda əldə edə biləcəksiniz. Siz hətta yeni və maraqlı hobbi əldə edə bilərsiniz. Əqrəb, gərgin və məhsuldar gündür. Siz güc və enerji ilə dolu olacaqsınız və istənilən işin öhdəsindən asanlıqla gələcəksiniz. Bu, bəzi fiziki səylər və ya bəzi alətlər tələb edə bilər. Ancaq yaxşı olacaqsınız. Əksər əqrəblər ünsiyyətdə açıq və sadə olacaqlar ki, bu da onlara çoxdankı ziddiyyətləri həll etməyə və yaxınlarınızla münasibətlərdə qeyri-müəyyənliklərdən qurtulmağa imkan verəcək. Bütün planlarınız gerçəkləşməyəcək, lakin bu ən yaxşısı olacaq. Günortadan sonra zəifliklərinizə və pis vərdişlərinizə yol verməməyə çalışın.
Oxatan, olduqca əlverişli gündür. İntuisiyanız kəskinləşəcək və onun göstərişləri uyğun və vaxtında olacaq. Oxatanların əksəriyyəti uzun müddətli davam edən problemləri asanlıqla həll edəcəklər. Evinizi səliqəyə salmaq və rahatlıq yaratmaq üçün yaxşı vaxtdır. Əgər siz onlardan xahiş etsəniz, ailə üzvləriniz bəzi öhdəlikləri öz üzərlərinə götürəcəklər. Sürətli qərarlar qəbul etmək həmişəkindən daha çətin olacaq. Xəyal qurmağa meyilli olacaqsınız. Ona görə də həmişə vəziyyəti rasional qiymətləndirə bilməyəcəksiniz. Bununla belə şərait elə olacaq ki, heç yerə tələsmək lazım olmayacaq. Oğlaq, gün çox yaxşı keçəcək, xüsusən də onun ilk yarısı. Təxirə salmaq məcburiyyətində qaldığınız məsələlərlə məşğul olacaqsınız. Yeni situasiyalar üzə çıxacaq. Nəticə çıxarmaq və qərarlar qəbul etmək sizin üçün asan olacaq. Bir çox oğlaqlar başqalarını bir baxışda anlaya biləcəklər. Buna görə də sevdikləri ilə münasibətləri yaxşılaşdıra və qırılan əlaqələri bərpa edə biləcəklər. Axşam ev işlərinə həsr edilməli olacaq. Özünüzə çox təzyiq göstərməyin, sadəcə lazım olanı edin. İmpulsiv alışlardan qaçmağa çalışın. Dolça. Yaxşı gündür, lakin çətinlikləri olmadan deyil. Problemlərinizi həll etmək üçün etibarlı tərəfdaşları cəlb edə biləcəksiniz. Demək olar ki, ümidsiz görünən məsələlərdə də sizə kömək ediləcək. Bir çox dolçalar çoxdan arzuladıqları bir şeyi hədiyyə olaraq alacaqlar. Nüfuzlu insanlarla görüşlər ehtimalı yüksəkdir. Cazibədarlığınız tez bir zamanda onların rəğbətini qazanacaq. Yaranan əlaqələr yaxın gələcəkdə faydalı olacaq. Ancaq qohumlarla ünsiyyət qurarkən maksimum qayğı və incəlik göstərməlisiniz. Əks halda mübahisə ehtimalı yüksəkdir. Balıq. Parlaq və aktiv gündür. Cazibədarlığınız heç kəsi laqeyd qoymayacaq. Uzun müddətli görmədiyiniz insanlarla təsadüfi görüşlər ehtimalı var. Bu çoxlu müsbət emosiyalar gətirəcək və yaxın gələcəkdə perspektivli əməkdaşlıqla nəticələnə bilər. Bəzi balıqlar yaxşı xəbərlər alacaqlar. Axşam dost şirkətlərə və ya sosial tədbirlərə baş çəkmək üçün idealdır. Natiqliyiniz sayəsində diqqət mərkəzində olacaqsınız. Yeni tanışlıqlar çox gözləməyəcək. Romantik hekayənin başlanğıcı istisna edilmir.